Və bizim World Robot Caspian Cup, bax bunu səyahət keçirsi və bunun istiqamətində səhv etməsin. Ümumiyyətlə bu Caspian Cupda nələr var və bu istiqamətdə kənd təsərrüfatı sahəsində daxildirmi? Bəli. World Robot Caspian Cup 2026-cı ildən keçiriləcək. 26-28 iyun tarixlərində olacaq, Bakı şəhərində olacaq. Təxminən 20 universitetimiz və VRCC adlanır, deyilmi? VRCC adlanır. Bildiyiniz kimi, Rüfət müəllim, biz 10 ildən yuxarıdakı Azərbaycanda ekosistemi hərəkətləndirmək üçün gənclər arasında, məktəblər arasında, universitetlər arasında bu kimi hərəkatları həyata keçirirdik ki, real prototiplərin test olunduğu bir yarışlar ortaya qoymaya çalışırdıq. 2026-cı ildən etibarən də biz bu ilə qədər biz 10 ildir ki, Dünya Robot Assosiasiyaları, müxtəlif beynəlxalq qurumlar, Çin, Hindistan, ABŞ, müxtəlif Singapurdan olan beynəlxalq layihələrin ölkədəki bir növ təmsilciliyini həyata keçirirdik. Burada bizim tərəfdaşlarımız da bizə sözsüz böyük dəstək göstərirdi. Biz 2026-cı ildə xüsusi olaraq da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Assambleyasında səsləndirdiyi fikirlər və daha sonra 2026-cı ildə xüsusi olaraq da son çıxışlarında da biz fikir versək, Azərbaycanın özünün öz müqəddəratını özümüzün həll olunması ilə bağlı, xüsusi olaraq da bizim hərbi sahəmizin güclənməsi, kənd təsərrüfatı sahəmizin güclənməsi, öz məhsullarımızı özümüzün ortaya çıxardılması ilə bağlı bir çıxışları var idi. Xüsusi olaraq da Türk dövlətləri ilə birlikdə hərbi istiqamətdə bir deməli görüşlərin keçirilməsini təklif etmişdi. Biz də bu istiqamətdən bəhrələnərək dedik ki, 2026-cı ildə qardaş ölkələr, qonşu ölkələr, Xəzəryanı ölkələr, D8 zirvəsinə bu yaxınlarda bizə daxil olduğumuz D8 zirvəsinə daxil olmuş ölkələr Türk Dövlətləri Təşkilatı ilə birlikdə World Robot Caspian Cup yarışmasını keçirməyi nəzərə aldıq. Bu yarışmanın 8 istiqaməti var. Burada müxtəlif robotexnika, mexatronika, robotların mübarizəsi, dron texnologiyası, hərbi sahə üzrə aviasiya sahələri və onlardan birisi də açıq kateqoriyadır. Açıq kateqoriyada sırf biz prototipləşmə, startaplar üzrə olan bir bölməmizdir və burada 3 dənə mövzumuz var. Bu mövzulardan biri Qarabağ bölgəsində minalardan təmizlənməklə bağlı mühəndislik, robotexnika həlləri. İkincisi Xəzərin suyunun azalması və eyni zamanda oradakı ekoloji vəziyyətin düzəlməsi ilə bağlı bizim bir həllərimiz. Üçüncü istiqamətimiz də kənd təsərrüfatı sahəsi üzrə ağıllı startapların təklif olunması. Nədən ibarətdir? Biz hansısa bir proqram təminatı, belə deyək, software və s. deyil, sırf praktik olaraq prototip istəyirik gənclərdən. Sizin də burada radio vasitəsilə mən gənclərə də səslənirəm. Öz ideyası olan, fikri olan, mən bu kənd təsərrüfatında bu məhsulu, kiçik bir prototipini ortaya qoyuram və qoyduğum bu prototip daha sonra bir məhsula çevrilmə imkanı var, qığılcımı var, düşünən bir gənclər varsa, bu layihəyə qoşula bilər, öz prototipini düzəldə bilər, gələr yarışmada iştirak edə bilərlər. Biz bu istiqamətdə onlara 3-4 aylıq təlimlər, dövlət təqaüdü proqramı istiqamətində 4 aylıq mart ayından iyun ayına qədər həm onlara praktiki təlimlər veriləcək. Onlar öz prototipini ortaya çıxardıb, dövlət qurumları, özəl qurumlar və eyni zamanda ictimaiyyətlə öz məhsullarını göstərə bilərlər. Biz bu VRCC-də də, Caspian Cup-da da açıq kateqoriya, open kateqoriya bölməsində də kənd təsərrüfatı sahəsi üzrə bir həlləri varsa, gənclərimizin tövsiyə edirik ki, gəlib o yarışmada qeydiyyatdan keçsinlər, 26-28 iyun tarixində iştirak etsinlər. Biz bütün dövlət özəl qurumları dəvət etmişik, BIP, SOCAR, Dövlət Qurumları, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi, İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi, Gənclər və İdman Nazirliyi, bir çox dövlət qurumlarımız, özəl qurumlar, özəl sektorlar ora dəvət edirik ki, gəlin gənclərimizin düzəltdiyi real prototipləri test edin. Bu bir hakaton yarışı deyil. Hakatonda bir ideya müzakirəçisə, burada real bir məhsul gətirmələri lazımdır gənclərin, düzəltməsi lazımdır. Onunla bağlı da bir çətinlikləri varsa, bizim mütəxəssislərimiz həmin gənclərə o prototipi necə düzəltməsi ilə bağlı istiqamət verirlər. Mentorship böyük proqramlarımız var və o mentorship proqramlarında da o gənclər öz ideyalarını orada tətbiq edə bilərlər.